hörmətli tamaşaçılar, Din və Cəmiyyət verilişi efirdədir. Bugün sizə İslam dininin ən mühüm ibadət əsaslarından biri haqqında məlumat vermək istərdik. Həzrəti Peyğəmbərimiz onu gözümün nuru adlandırırdı. Hədislərdə bu əməli, bu ibadəti müminin səmaya, Allah Taala'nın hüzuruna meracı da adlandırmışlar. Bəli, bugün söhbət namazdan, onun fəlsəfəsindən, mənasından, iç dünyasından gedəcək. Qonaqlarımızı sizə təqdim edirəm. Bugünkü qonaqlarımız Qarabağ Seyidləri Ocağının təmsilçisi, şərhşünas Seyid Cəmal Əzimbəyli və İlahiyyat üzrə fəlsəfə doktoru Elşad Mahmudovdur. Mən sizi salamlayıram. Verilişimizə xoş gəlmişsiniz. Sağ olun. Elşad müəllim, gəlin namaza Qur'an-ı Kərimdə verilmiş əhəmiyyət barədə tamaşaçılarımıza məlumat verək. Qur'an-ı Kərimdə dönə-dönə vurğulanır ki, namaz qılın. Namaz qılanların üstünlükləri, fəzilətləri, savabları haqqında danışılır. Namaz qılmayanların qiyamətdə alacaqları cəzalardan söhbət açılır. Bax, niyə görə Allah Teala namaz məsələsinə bu qədər böyük əhəmiyyət verib? Təşəkkür edirəm, Natiq müəllim. Siz sözünün başlanğıcında dinimizin əsası dediyiniz namaz haqqında, bu həqiqətən də belədir. Qur'an-ı Kərimə baxdığımızda da bunu biz açıq şəkildə görürük. Qur'an-ı Kərim açıq bir şəkildə وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ Mən cinləri və insanları, yəni məxluqatı yalnız və yalnız mənə ibadət etsinlər deyə yarattım, buyurur Allah Teala. Yəni, rahat bir şəkildə deyə bilərik ki, insanın yaradılış hədəfi uca yaradan tərəfindən o insanın Allahını, yaradıcısını tanıması, bilməsi, öyrənməsi, onun dediklərinə əməl etməsi nəticə itibarilə ibadətdir. İbadət dediyimiz zaman ağlımıza gələn namaz, həc, zəkat, oruc kimi ibadətlərlə olmaqla bərabər İslamda insanın bütün həyatı ibadətdir ümumiyyətlə. Yəni insanın atdığı hər addım, aldığı hər nəfəs, gördüyü hər bir iş Yaradanın razılığına uyğundursa bu ibadətdir. Bunun savabı var və mükafatı vardır. Demək ki, gördüyümüz hər bir iş istisnası olaraq müsbət mənada görülürsə bu ibadətdir. Bir də bu görülən işlərin, verilən əmrlərin baş tacı vardır. Mən Qur'an-ı Kərim, siz dediyiniz zaman Qur'an-ı Kərimin namaza olan münasibətini məhz bu şəkildə dəyərləndirərdim. Bütün ibadətlərin baş tacı, bütün ibadətlərin, belə deyim, padişahı, sultanı İslama görə namazdır. Çünki Peyğəmbərimiz də bir hədisində əməllərin ən xeyirlisi namazdır. İbadətlərin ən xeyirlisi, ən faydalısı namazdır. Qur'an-ı Kərimə baxdığımız zaman Allah Teala tərəfindən istənilməsi ən çox əmr olunan ibadətlərdən biri namazdır. Bəlkə Qur'anı oxuduğumuz zaman belə bir şey deyə bilərik. Namazdan çox əmr edilən başqa bir ibadət tərzi yoxdur. Uca yaradıcının namaza verdiyi əhəmiyyət, namaza verdiyi dəyər bu qədərdir. Hətta namaz kəlməsinin əs-saləh deyə ifadə edilir Qur'an-ı Kərimdə, ərəb dilində ki, bunun dua mənası da vardır. Namaz eyni zamanda duadır. 80'in üzərində yerdə keçdiyinin biz şahidi oluruq. Və bir mənalı şəkildə əmirlər vardır. وَأَقِيمُ الصَّلَةِ Namazı qılın. Namazı qılın deməklə bərabər, burada bir kəlməni də mən demək istəyirəm, Qur'an-ı Kərimin, yəni ilahi vəhyin, Allah Taala'nın bizə verdiyi mənanı, iqamə edin buyurur, namazı iqamə edin. İqamə etmək sadəcə və sadəcə qılmaq deyildir, onu haqqıyla yerinə yetirməkdir. Onu qamət demək, dimdik ayaqda tutmaq deməkdir. Dirçətmək deməkdir. Yəni diri-diri, ayaqda, böyük bir həyəcanla bunu yerinə yetirməkdir. Ona görə namaz qılmaqdır, amma onu bir də haqqı ilə qılmaq, bütün qayda qanunlarına, fərzlərinə, vaciblərinə, sünnələrinə, mənəvi və maddi mahiyyətini dərk eləyərək qılmaq nəzərdə tutulur. Çünki bu ibadət elə bir ibadətdir ki, həqiqi mənada İslamda bunun üzərində bir ibadət görə bilmirik. Digər ibadətlər fəzilət baxımından, mükafat savab baxımından bunun yanında və ya bundan aşağıdakı sırada gəlir. Çünki bir məsələni də deyək, Peyğəmbərimizin məşhur Cəbrail hədisi var. Buniyəl İslamu alə xamsin hədisidir. İslamın əsaslarından danışan. Cəbrail əleyhissalam insan şəklində, səhabələrin də yanında Peyğəmbərimizə gəlir və ona suallar verir. Orada İslamın ən təməl prinsiplərindən biri olaraq kəlmə-i şəhadətdən, yəni kəlmə-i tövhiddən sonra ilk deyilən
namazın qılınmasıdır. Yəni İslamın eyni zamanda şərtlərindən, əsaslarından, təməl prinsiplərindən biridir namaz. Bu çox önəmli məsələdir. Yəni bir müsəlmanın müsəlman olduğunu göstərən ən mühüm və əhəmiyyətli ibadətlərdən və xüsusiyyətlərdən biridir namaz. Quran-ı Kərimə yenə baxdığımız zaman namazın Allahdan gələn bütün peyğəmbərlərə, haqdan gələn bütün haqq peyğəmbərlərə və dinlərdə əmr olunduğunu görürük. İbrahim əleyhissalamla bağlı qissələrə baxın, orada namazın ona əmr olunduğunu və onun da Allah Taala'ya dua etdiyi zaman ya Rəbbi mənə də namaz qılan övladlar, nəsillər qismət et deyərək Allaha dua etdiyini biz görürük. Biz Həzrəti Loğmana baxın, oğlu Tarana namaz qılınmasını əmr eləyir. Çox mühüm məsələdir. Musa əleyhissalama baxın, Musa əleyhissalamla bağlı hadisələrdə namaz çox öndə gələn hadisələrdən biridir. Yəni İbrahim əleyhissalam hətta Həcar anamızla İsmail əleyhissalamı Məkkədə Kəbədə buraxdığı zaman Allah Teala deyir ki, onları buraya qoyuram, müqəddəs evin yanına qoyuram ki, onlar namaz qılsınlar. Və ya əhl-i kitab dediyimiz qrupa baxın, daha əvvəl gəlib təhrifə məruz qalan dinlərə baxın. Onların hamısına Allah Teala Quran-ı Kərimdə Bəqərə surəsində buyurur ki, وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَارْكِعُوا مَعَ الرَّاكِعِينَ. Əhl-i kitabdan olan qruplara deyir ki, namazı qılın, o iqamə edin, zəkat verin və eyni zamanda rükû edənlərlə rükû edin. Rükû da, səcdə də bilirsiniz ki, namazın şərtlərindən biridir. Yəni Allaha iman gətirən, haqq olan Allaha iman gətirən hər kəs bilməlidir ki, namaz İslamın vazkeçilməz və təməl prinsiplərindəndir. Namaz bütün ümmətlərə, Allahın vəhiy göndərdiyi bütün ümmətlərə, bütün xalqlara, bütün peyğəmbərlərə və dinlərə əmr etdiyi, edilməsi vacib olan və ən fəzilətli əməllərdən biri olaraq Quran-ı Kərimdə keçir. Cəmal müəllim, mən istərdim namazın insana verdiyi mənəvi ucalıq barədə bir qədər danışaq. Çünki bəziləri nədənsə namaz qılmırlar, müəyyən bəhanələr gətirirlər. Nə bilim, işlərin buna imkan vermir, təmizlik qaydaları buna imkan vermir. Namaz qılaramsa bəzi günahlardan uzaq olmalıyam deyə namaza durmurlar. Namaz insana hansı dəyərləri verir, hansı ucalığı bəxş edir? Namaz qılan insan hansı məqama yüksəlir, yüksəlmək şansı əldə edir? Təşəkkür edirəm. Mən öncə müqəddəs Ramazan ayının gəlişi müjdəsini xalqımızın, dövlətimizin mənafeyinə, eləcə də irsi namusumuz olan, işğal altında qalan Qarabağ torpaqlarının işğaldan azadlığına vəsilə olmasını təmənna edirəm, dua edirəm. Namaz, sevgili Peyğəmbərimizin buyurduğu kimi dinin sütunudur. Namaz müminin miracıdır. Namaz Allahdan istəməkdir. Namaz duadır. Çox təəssüflər olsun ki, bəli, günümüzdə bugün xüsusi olaraq böyüyən dünyada zaman-zaman böyüyən dünyanın bir parçası olan Azərbaycanımızda da insanlarımız bəzən namaza naqəfil olurlar. Necə Allah Teala Quran-ı Kərimdə də buyurur ki, vay o kəslərin halına ki, onlar namaza naqəfildirlər. Əgər bir qul onu yaratmış olduğu Allahın haqqını anlayarsa, bayaq dəyərli qardaşım dediyi kimi, Quran-ı Kərimə nəzər salarsa və Quran-ı Kərimdə Allah Teala'nın qullarına söylədiyi müraciətinə, hökmünə canı könüldən bir ilahi təslimiyyətlə və ruhi, mənəvi bağlılığı ilə bağlı olarsa, təbii ki, namazı tərk etməz. Namaz qılan insan axirətdə və bu dünyada, nəinki axirətdə, elə məhz bu dünyada əbədi səadətini tapmış ola bilər. Mən sizə bir şey deyim. Siz təsəvvür edin. Biz 24 saat içərisində yeməyimizdir, içməyimizdir, digər dünyəvi məsələlərə biz nə isə həsr edə bilirik, vaxt ayıra bilirik. Amma biz bəzən 24 saat bizi öz qarantiyasına alan və 24 saat içərisində bizi kontrol edən, o canımız qüdrəti əlində olan Allahımıza bir neçə dəqiqəni bütövlükdə lap götürsək, bir saatı belə həsr etməyi biz özümüz üçün bəzən özümüzə belə sığışdırmırıq. Hətta bəzən insanlar var ki, tədbirlərdə, məclislərdə biz rast gəlirik, deyirlər ki, Seyid, namaz mənlik deyil. Hətta biraz iddia edir, namaz mənlik deyil. Mən bəzən o insanlara deyirəm ki, namaz sənlik olmasa da sən Allahlıqsan. Sən namaz qılmasan da mütləq sənin namazını qılacaqlar.
Biz günümüzdə elə bir adam ola bilərmi? Hətta Allah'ını tanımayıb, Peyğəmbərini tanımayıb, imamını tanımayıb, əhl-i beytini tanımayıb. Amma elə bir övlad tanıyırsınızmı? Onun atası bu dünyadan gedəndə müsəlman kimliyindən gedir. Onun üzərində cənazə namazı qılınmasın. Çox təəssüflər olsun ki, bugün özünü dindar sayan insanlarımızın içərisində dövlətinə, bayrağına, milli heysiyyatına, irsi namusu olan torpaqlarına sahib çıxmayan və o da namaz qılır. Namaz qılıb Allahu Əkbər deyib, o Allahu Əkbər sədası altında öz din qardaşına qəsd edən və öz bayrağına, öz heysiyyatına o hansı namaz qılandı ki, sahib durmasın, o hansı namaz qılandı ki, o milli kimliyinə yox desin, o hansı namaz qılıb və ibadət edəndir ki, mən Allahın rizasını qazanan əməl sahibiyəm deyib iddia etsin, Azərbaycan kimliyi olan pasportunu cırsın və açsın və öz dövlətinə, öz millətinə, digər bir məmləkətdən qarğışlar yağdırsın. Allah belə bir quluna sahib durarmı? Allah belə bir qulunun namazını qəbul edərmi? Konkret olaraq namaz birbaşa qulun hür və azadlığının təminatçısıdır. Allah'ın önündə əyilən qulu Allah digər bir kimsənin önündə əyitməz heç zaman. Rəşad müəllim, biz İslam müqəddəslərinin, o cümlədən Peyğəmbərimizin namaz haqqında buyurduqlarından bəzilərini dinlədik və veriliş əsnasında da Peyğəmbərimizin bəzi hədislərinə müraciət etdik. Mən istərdim bu mövzunu bir qədər də genişləndirək. Peyğəmbərimiz namaza hansı əhəmiyyət verirdi? Özü necə namaz qılardı? Namaza necə hazırlaşardı? Namaz zamanı hansı vəziyyətdə olardı? Və öz ətrafındakılara, səhabələrə və 1400 il sonra yaşayan bizlərə namazı necə qılmağı tövsiyə edərdi? Burada iki məsələ ortaya çıxır. Bir, maddi dünya ilə əlaqəli, fiziki olaraq Peyğəmbərimizin qıldığı namaz. Çünki namaz elə bir ibadətdir ki, bunu bəndə, insan, müsəlman öz-özündən ortaya çıxara bilməz. Allahın əmrini Peyğəmbərimiz göstərir, praktik olaraq həyatda göstərir və buyurur ki, sallu kəmə rəaytumuni usalli. Mən necə namaz qılıramsa, məni necə görürsünüz ki, mən namaz qılıram, o şəkildə namaz qılın. Ona görə əslində bugün bütün müsəlmanlar, bütün hətta məzhəblər deyə bilərik, məzhəblərin ortaq görüşləri, müəyyən xırda ayrılıqları da var. Biz hamımız əslində Peyğəmbərimizin bizə öyrətdiyi, 1400 il bundan əvvəl Peyğəmbərimizin bizə öyrətdiyi namazı qılırıq. Biz onun mənəvi tərəfini isə Peyğəmbərimizin dediklərindən yola çıxaraq öyrənirik. Məsələn, hədislərdən öyrənirik ki, axirətdə, qiyamət günü, Allah Taala'nın huzurunda, haqq hesab günü imandan sonra soruşulacaq ilk şey namazdır. Əhəmiyyəti çox önəmlidir. Yəni, iman çox önəmlidir. Bir insan iman gətirməyə çox önəmlidir. Allaha və Allahın dəyərlərinə, göndərdiklərinə, ortaya qoyduqlarına iman gətirmək çox önəmlidir. Bundan sonra ilk olaraq soru-suala tutulacaq, namaz qıldıqmı, namaz qılmadıqmı? Çünki Peyğəmbərimiz əleyhissalam buyurur ki, Əs-salatu imaduddin. Namaz dinin dirəyidir. Bizi əhatə edən hər bir şey bir əsası vardır, bir fundamenti vardır, bir dirəyi vardır, onun üzərində qurulur hər bir şey. İslamı bir binaya bənzətsək, iman onun fundamentidir, əsasıdır. Fundamentsiz, əsassız heç bir şey düşünmək mümkün deyildir. Hər bir şeyin bir əsası təməli vardır. Evet. Onun dirəkləri də, yəni dinimizin dirəkləri də Peyğəmbərimiz buyurur ki, namazdır. Çünki bu dirəyin üzərində durur hər bir şey. Yəni, İbadetin o kadar əhəmiyyətlidir ki, bu ibadetin əhəmiyyətli olduğunu bu göstərir. Əs-salatu imaduddin, namaz dinin direğidir. Yəni bu direkler olmadan dinimizi tam sağlam şəkildə ayaqsa tutmağımız mümkün değildir. Hədisin davamında deyilir ki, fəmən əqaməhə, kim onu haqqıyla yerinə yetirərsə, iqamə edərsə, fəqat əqaməddin. Eyni zamanda dinini iqamə etmiş olur, haqqıyla yaşamı olur. Fəmən tərakəhə, kim onu tərk edərsə, fəqat hədəməddin.
O kəs dinini də yox etmiş, məhv etmiş, bərbat etmiş olur. Çünki dirəklər olmadığı zaman necə bütün həyatı dirəksiz onun üzərində tuta biləcəksiniz? Namaz bu qədər önəmlidir. Bir önəmini də deyim Peyğəmbərimizin həyatından. Bu ümumiyyətlə çox möhtəşəm bir hadisədir. Peyğəmbərimizin həyatının son günlərində, son nəfəsində ümmətinə bir neçə barmaqla sayılacaq qədər tövsiyələr etmişdir. Əlbəttə həyatı boyu əmrləri, tövsiyələri, qadağaları, halalları, haramları müəyyən etmişdir. Bu barmaqla sayılacaq tövsiyələr arasında namaz dediyi vardır. Ümmətinə ən son nəfəsində belə namazı əmr edən, namazın əhəmiyyətinə görə, namazın qılınışının əhəmiyyətini, ibadətin əhəmiyyətini vurğulayaraq dünyasını dəyişən bir Peyğəmbərimiz vardır. Təsəvvür edirsiniz, bu nə qədər möhtəşəmdir. İkinci bir məsələ, Peyğəmbərimiz o əhval-ruhiyyəni yaşayıb, bir Seyyidimiz də çox gözəl ifadə elədi. Əs-salatu mi'racul mu'min. Namaz müminin miracıdır. Bunun üçün miracı düşünmək lazımdır. Peyğəmbərimiz miracda Allahla görüşdü. Ortada heç bir vasitə yox idi. Ortada heç bir maniyə yox idi. Siz təsəvvür edirsiniz, Resulullah s.ə.v bizə bunu öyrədir. Ey mənim ümmətim, ey müsəlman, namaza durduğun zaman o düşüncə ilə namaza dur ki, mən miracda olduğum ab-ı havada ol. Yəni arada heç bir pərdə, heç bir maniyə olmadan Allahla üzbəüzsən. Peyğəmbərimizin namaz gəldiyi zaman, azan oxunduğu zaman necə bir həssasiyyətlə, böyük bir həyəcanla o dəstəmazını alaraq, bütün qayda-qanunlar riayət edərək Allahın huzurunda böyük bir ehtişamla dururdu. Və sadəcə vaxt namazlarında yox, gecə namazlarında onun xanımları deyir, Peyğəmbərimizin gecə ibadəti var idi. O necə sevə-sevə yuxudan oyanar və uca yaradıcının huzurunda durardı. Səhabələr bəzi deyir ki, biz Peyğəmbərimizin namaz qıldığı zaman hönkür-hönkür ağladığını eşidirdik. Bu qədər məsuliyyətlə, bu qədər fərqinə vararaq, bu qədər savabını və mükafatını Allahdan umaraq, Allaha inanaraq, iman gətirərək Allahın huzurunda durmaq. Mən əslində o biyaq Cəbrail hədisindən danışdım. Orada bir məqam var, ona da toxunmaq istəyirəm, icazə verirsəz. Bunun namazla çox yaxından əlaqəsi var. Cəbrail əleyhissalamın Peyğəmbərimizə orada bir sualı var. O İslam haqqında, iman haqqında soruşduqdan sonra Məl ihsən ya Resulallah buyurur. Ya Resulallah, ehsan nədir? Bugün bizim dilimizdə də var ehsan. Allah Resulü buyurur ki, əl-ihsən ən tə'budallaha kəənnəkə tərahu. Ehsan odur ki, Allahı görürmüşcəsinə Allaha ibadət etməyin. Yəni ehsan bizim dini ədəbiyyatımızda Allahı görürmüşcəsinə Allaha ibadət etməyindir. Və buyurur ki, sən Allahı görməsən də mütləq o səni görür. Ehsan budur. Əslində namaz özü bir ehsandır. Çünki biz namaza durduğumuz zaman Allahı görürmüşcəsinə Allahın huzurunda dururuq. Biz Allahı görməsək də, amma mənəviyyatımızla, zehniyyətimizlə, düşüncəmizlə fikirləşirik ki, Allahın huzurundayıq, mütləq Allah bizi görür, mütləq Allah bizi eşidir, mütləq Allah bizim dediklərimizi qəbul edir və bu dediklərimizdə, namazda ona istiqamətlənərək dediklərimizə Allah Taala cavab verir. Bu mənada namaz bir ehsandır əslində. Və bu da bizim üçün, müsəlmanlar üçün böyük bir məsuliyyət gətirir. Cəmal müəllim, mən istərdim ki, namazın başqa bir yönü haqqında da danışaq. Namaz həm də müsəlmanları birləşdirən bir vasitədir, bir əməldir. Siz təsəvvür edin ki, bir ölkədə, hətta bütün dünyada demək olar ki, eyni bir vaxtda azan verilir. Müsəlmanlar hamısı eyni bir istiqaməti üzlərini tuturlar, eyni rükətdə namaz qılırlar və eyni əməlləri, eyni qiraəti, eyni rükunu, eyni səcdəni və eyni salamları verərək namazlarını icra edirlər. Namazdan qabaq lazım olan bütün əməlləri eyni şəkildə yerinə yetirirlər. Bax, bütün bunlar müsəlmanları birləşdirir. Mən elə bura cümə namazlarını və cəmaat namazlarını da əlavə etsəm, bunun İslamda vəhdət gətirici, birləşdirici amili daha çox qabarar. Elədirmi? Namaz bizim birlik və bərabərliyimizi, namaz bizim vəhdətimizi, namaz bizim bir arada olmağımızı və birlik və bərabərliyimizin mühafizə olunub və qorunmasının ən böyük təminatçısıdır. Siz təsəvvür edin ki, namazda bir arada olan yüzlərlə insanlar ən azı bir həm də sosial bir yardımlaşmaya səbəb olurlar. Yetərli olan odur ki, qulun bəsirəti açılsın, Allah ona o izin versin ki, qul o bəxtəvərə çevrilsin ki, onu yaratmış olan Yaradanın huzuruna əyilsin və onun görüşünə getsin, o iltiması duaları ondan istəsin. Axı bizim can sığortamız duadır. Can sığortamız duadırsa bizim
birinci Allah qatında qəbul olunacaq əməlimiz də təbii ki, namazdır. Əgər biz namazın fəlsəfəsinə, namazın mahiyyətinə canı könüldən, əqli şuurumuzla, idrak ilə yiyələnərək, sahib duraraq və mərhəmət hisslərimizin qəlbimizdə, nəfsani istəklərimizə yox deyərək, mərhəmət hisslərimizin bərpasına nail ola biləcək yola addımlayaraqsa, o yol bizi birbaşa namaza götürəcək. Məmləkətimizin, millətimizin, dövlətimizin, mən inanıram ki, var olmasında, xüsusi olaraq əməli salih insanların, Allah dostlarının, dualarının ayrıca yerləri vardı. O namaz qılan şəxs ki, namazına naqafil olmaz və Allahına bu məmləkətinin, millətinin, dövlətinin varlığı üçün dua edər. O dua şübhəsiz ki, qəbul olar. Allah bizləri o namaz qılanlardan qərar versin. Amin inşallah. Əslində Seyyidimiz çox mühüm məqamlara toxundu. İcazə versəydiniz mən o məqamlardan birinə toxunmaq istəyəm. Namaz ciddi bir göstəricidir. Namaz ciddi bir ölçüdür. İmanının və əməlivin ciddi bir ölçüsüdür. Namaz bir şəxsiyyət formalaşdırır. O ölçü ilə bərabər sənin Allaha bağlılığın formalaşır. Bir müsəlman kimliyini, bir müsəlman şəxsiyyəti o ibadətlə formalaşır. Çünki namaz yeganə ibadətdir ki, digər ibadətlərdən fərqli olaraq o gündəlik yerinə yetirilir. Gündəlik olaraq sən özünün nə qədər İslama bağlı olduğu, Allaha itaat etdiyi ortaya qoyursan. Digər ibadətlərin əksəriyyəti aylarca olan var, həftədə olan var, ümumiyyətlə belə bölünür də ibadətlər. Amma namaz yeganə ibadətdir ki, o hər gün yerinə yetirilir günün müəyyən vaxtlarında. Və burada bir şəxsiyyət formalaşmaqla bərabər cəmiyyətin də formalaşdığını görürük. Bayaq dedik, biz müsəlmanlar namaz qıldığımız zaman bir olan Allaha istiqamətləndirik. Müsəlmanlar bir qibləyə istiqamətlənirlər. Müsəlmanlar bir tərəfə yönəlirlər. Müsəlmanlar yan-yana, çiyin-çiyinə dururlar. Yəni bir mənada bu eyni zamanda güc göstərisidir. Biz birik, bərabərik, vəhdət içindəyik. Eyni qibləyə, eyni yaradıcıya istiqamətləndirik. Eyni iman gətirdiyimiz kitabın əmrlərini yerinə yetiririk, eyni Peyğəmbərin qıldığı namazı edirik və eyni sahabələrin, Əhl-i Beyt daxil olmaq üzrə o Peyğəmbərimizin ətrafında olan insanların etdiyi hərəkət və davranışı, ibadəti yerinə yetiririk və bugün həqiqətən cümə namazları olsun, bayram namazları olsun və ya hər zaman televiziya ekranlarında o Məkkəni, Kəbəni və Peyğəmbər məscidini görürük. Çox sayda insan namaz qılır və bu eyni zamanda bir ümmət düşüncəsini, müsəlman ümməti, orta və mötədil bir ümmət düşüncəsini ortaya qoyur. Yəni namaz bu mənada şəxsiyyəti və şəxsiyyətin sahib olduğu milləti və ümmətin formalaşdıran bir ibadətdir. Çox önəmlidir. Həm də üzr istəyirəm, Natiq müəllim, dəyərli müəllimimiz, Rəşad müəllimimiz çox gözəl dedi. Mən öz təcrübəmdə baxıram, çevrəmə baxıram və yaxud da ki, bizimlə İNAS tərəfdən daha çox münasibətlərdə olan insanların hal və hərəkətlərinə, davranışlarına nəzər saldıqda, mən baxıram ki, onlar namaz qılan şəxslər daha çox ədalətli olmağa, daha çox kiminsə haqqına girməməyə, daha çox yalan danışmamağa, daha çox kontrolda olduğunun fərqində varmağa meyilli olurlar. Çünki təsəvvür edin, sübhün tezdənində namaz qılan şəxs 7 saat sonra, 6 saat, səhv etmirəm, 7 saat sonra günorta namazına gələcək. O 7 saat içərisində onun bu dünyəvi ölkədə, həyat yaşantısında baş verə biləcək hər hansı bir naqisliklərdən soğurtalanması üçün namaz çox böyük bir ibadət forması olaraq vasitədir. Mübarək bir vasitədir. Adam fikirləşir ki, 7 saatdan sonra axı o görüşə gedəcək, o dostuna hesabat verəcək, hansı üzlə verəcək? Bizim sual-cavab rubrikamızın vaxtı gəlib çatdı. Biz bu həftədə tamaşaçılarımızı maraqlandıran suallardan birini dini ekspertimiz ünvanlayıb ondan cavab istəmişik. Gəlin birlikdə sual-cavab rubrikasının bugünkü buraxılışını izləyək. Ümumiyyətlə dinimizə görə dualar ikiyə ayrılır. Bunları ümumi dualar və xüsusi dualar şəklində də ikiyə ayırmaq mümkündür. Ümumi dua nədən ibarətdir? İslam dininə görə hər bir şəxs, hər bir müsəlman günün istənilən vaxtında Rəbbinə dua edə bilər, ondan istəklərini istəyə bilər və bu duanın müəyyən bir şəkli, müəyyən bir forması və müəyyən bir vaxtı yoxdur.
Lakin bir də dinimizdə namaz ibadəti vardır ki, namaz ibadəti də özü bir duadır. Lakin bu duanın xüsusi bir şəkli vardır və xüsusi vaxtı vardır. Və müsəlmanlar hər gün bu namaz ibadətini müəyyən bir şəkillə, müəyyən bir formaya riayət edərək icra edirlər. Digər duaları insan, hər bir şəxs öz dilində edə bilər. Allah qatında heç bir dilin başqa bir dilə üstünlüyü yoxdur. Ona görə də insanların hansı dildə dua etməsindən asılı olmayaraq Allah Taala onların dualarına cavab verər. Lakin namaz ibadəti burada fərqli tutulmuşdur. Namaz ibadəti biraz əvvəl qeyd etdiyim kimi xüsusi formaya malik olan bir ibadətdir. Və bu ibadətin də orijinal ərəb dilində edilməsi tövsiyə olunmuşdur. Çünki namaz ibadətində biz Qurani Kərimdən müəyyən surələr, müəyyən ayələr oxuyuruq. Və bu ayələr, Qurani Kərimin ayələri ərəb dilində nazil olmuşdur. Və Allahın kəlamı olması üçün də onların ləfzi və mənası ilə birlikdə oxunmalıdır. Yəni Allah kəlamı Qurani Kərimin həm ləfzini, həm mənasını əhatə edir. Və bu baxımdan İslam alimləri namaz ibadətinin orijinal ərəb dilində oxunmasını vacib saymışlar və bunu müsəlmanlara bu şəkildə qılmalarını istəmişlər. Qurani Kərimə bələd olan hər bir şəxs bilir ki, Qurani Kərimin mənalarını tam şəkildə başqa dillərdə çatdırmaq bəzən çox çətin olmaqdadır. Ona görə də müxtəlif dillərə tərcümə olunan Qurani Kərimlər olduğu kimi tərcümədən çox bəzən məna tərcüməsi deyilir və türk dilində buna məal şəklində də ifadə olunmuşdur. Yəni orijinaldakı o fəsihlik, orijinaldakı ecazkarlıq digər dillərə çatdırılanda o qədər də qorunmur. Bu baxımdan namaz ibadəti xüsusidir və namaz ibadətində ibadətimizin ərəb dilində edilməsində bir fayda var. İşin sosial tərəfi də var eyni zamanda müsəlmanlar baxımından. Dünyanın istənilən yerində namaz və namaza çağırılış olan azan eynidir. Çindəki müsəlmanlarda, Ərəbistandakı müsəlmanlarda, Azərbaycandakı müsəlmanlarda və digər dünyanın bütün bölgələrində yaşayan müsəlmanlar da azan deyəndə eyni şeyi nəzərdə tuturlar. Və azan səsi gələndə onların hamısı eyni ibadətə çağırış olduğunu dərk edirlər. Və bu baxımdan dilindən asılı olmayaraq, ərəb dilini bilsin və ya bilməsin, hər bir şəxs azandan, namazdan nə qəsd olunduğunu bilir. Bəzən cəmiyyətimizdə belə bir sual soruşurlar ki, niyə insanlar bilmədiyi bir dildə ibadət etsinlər? Əslində namazda oxunan ayələrə biz diqqət yetirdikdə görərik ki, bunlar çox qısadır və əzbərləməsi çox asandır. Eyni zamanda onun tərcüməsi də bizim dilimizdə var. Yəni insanlar oxuduğu surələrin, bu surələrin ayələrinin mənasını da dərk edə bilirlər. Günümüz baxımından da bu heç bir problem daşımır. Lakin namaz içərisində müəyyən məzhəblərə görə qunut duaları vardır. Bu qunut duaları duadır, Allahla insan arasında bir ünsiyyətdir və bu qunut dualarını hər kəs öz dilində oxuması mümkündür və icazə verilmişdir. Verilişimizin sonuna yaxınlaşırıq. Mən hər iki qonağımıza eyni bir sualla müraciət etmək istərdim. Biz bəzən tamaşaçılarımız tərəfindən, ümumiyyətlə əhatəmizdə olan insanlar tərəfindən belə bir fikirləri eşidirik ki, mən tam səmimiyyətlə namaz qılmaq istəyirəm, amma fikrim dağınıq olur. Nəysə qıldığım namazdan həzz ala bilmirəm, ləzzət ala bilmirəm. Namaz zamanı müxtəlif dünyəvi işlərə başım qarışır, öz dolanışığımı fikirləşirəm, ətrafında baş verən hadisələr fikirləşirəm, kimlərləsə ürəyimdə danışıram və s. Bir də ayılıb görürəm ki, namaz bitdi. Bax, bu halın yaranmaması üçün, o siz deyən kimi xuzu və xuşu halının insanda tərbiyə olunması üçün nə etsinlər insanlar? Namaza hansı münasibət göstərsinlər? Namaza necə hazırlasınlar ki, bu hallar, bu mənfəallar olmasın və onların bütün fikri namazda cəmləşsin? Bunun hər hansı bir yolu, bir təmrini, bir qaydası, bir məşqi varmı? Əlbəttə, bu hər kəsdə ola biləcək bir şeydir və hər kəsdə olmuşdur. Hətta bununla bağlı bizim dini ədəbiyyatımızda da hadisələrlə biz qarşı-qarşıyayıq. Sadəcə olaraq bunu deyim ki, o biyaq dediyimiz ayələrdən, hədislərdən yola çıxaraq onun mahiyyətini dərk etməyə çalışmaq lazımdır. O namazın mahiyyətini, fəlsəfəsini dərk etdikdən sonra o bizdə o mənəvi huzuru yaradacaq və biz kimin huzurunda olduğumuzu, nə üçün olduğumuzu, hansı hərəkətləri edəcəyimizi anladığımız zaman, başa düşdüyümüz zaman və bunun qarşılığında da bizi nəyin gözlədiyini bildiyimiz zaman mənə elə gəlir ki, bu əlavə fikirlər, o dağınıq fikirlər ki meydana gəlir, bunlardan müəyyən dərəcədə uzaqlaşacağıq. Amma bir şey də deyim, bu fikirlər bizim ağlımıza gəlir deyə
mən namazdan uzaqlaşım deyə bir şey yoxdur. Daha çox qılmaq lazımdır. Daha çox can atmaq lazımdır ki, zehnimiz, düşüncəmiz, bədənimiz bu ibadətə öyrəşsin, alışsın və Allahın huzurunda xuşu içində olaq. Əslində elə xuşu özü də bütün kənar fikir və düşüncələrdən uzaqlaşaraq özünü bütün varlığı ilə Allah Taalaya verməkdir. Bu zamanla ola biləcək bir şeydir. Bu mənəviyyatın yüksəlməsi ilə ola biləcək bir şeydir. Öyrənərək, oxuyaraq, fərqinə vararaq əldə edə biləcəyimiz bir şeydir və belə bir gözəlliyi, belə bir xuşunu əldə etmək üçün Allah Taala hər kəsə asanlıq versin. Allah Taala hər kəsə belə bir xuşunu, belə bir gözəlliyə qismət eləsin inşallah. Amin inşallah. Cəmal müəllim, sizin fikirlərinizi bu suallara Mən belə düşünürəm ki, mən də qatılıram qardaşımın, dəyərli qardaşımın sözlərinə. Sevgili Peyğəmbərimizin buyurduğu kimi, sevən sevdiyinin bərabəridir. Uca Allahla o sevgi, eşqi qəlbən baş tutduqdan sonra şübhə yerinə hissinə qalmayacaq və o mənəvi dirçəliş könüldə bərpa olunacaq və bərpa olunduqca o həmin şəxs, ibadət edən şəxs Allahla sistemli rabitəsinin baş tutduğunun fərqində olacaq və o baş tutduqdan sonra isə o dostluqdan onların arasına heç bir güc, qüvvə və şeytan vəsvəsəsi müdaxilə edə bilməz. Bunun üçün müqəddəs İslamın kitabı olan Qurani Kərimə və müqəddəslərdən gələn hədislərə, eləcə də günümüzdə əməli salih insanların yoluna və cığırına boylanmaq gərəkdir. Bəli. Çox sağ olun, maraqlı söhbətə görə Biz sizə təşəkkür edirəm. Sağ olun. Çox sağ olun, Allah razı olsun. Sonda Qurani Kərimin bir ayəsini xatırlatmaq istərdim. Allah Taala buyurur: namaz insandan bütün günahları və çirkinlikləri uzaqlaşdırar. Əlbəttə bu, Allahın istədiyi şəkildə qılınan və Allahın qəbul etdiyi namaza aiddir. Namaz qılmaq insana böyük şərəf gətirər, üstünlük gətirər, savab gətirər. Bununla yanaşı insana həm də məsuliyyət gətirər. Bunu unutmayaq ki, namaz qılmayan adam səmada mələklərin məzəmmətinə tuş gəldiyi kimi namaz qılıb, ancaq namazın hökmlərinə və onun gətirdiyi mənəvi halda cavab verməyən insan da ətrafdakı insanların məzəmmətinə tuş gələr və İslamı başı aşağı edər. Allah amanında.